İddia haçan bilinsin axı. Haçan ayrılsın pis yaxşıdan. Deyir ki, səbir zaman, müsibət, çətinlik, sıxıntı, problem bu səni ayırır da, bu sənin kimliyi ortaya qoyur. Oturanda sən belə deyəsən ki, Allaha qurban olum, bu Allaha qurban olum. Harada bilinir ki, doğru deyə yox. Deyir ki, onu sınamağın bir yolu var ki, xoşa gəlməz hadisələr üzə çıxardır ki, sən kimsən? Düz deyirsən, ya yalan deyirsən. Xoşa gəlməz hadisələri ağışu alasan gərək. Ki, sən çox sağ ol, gəlmirsən, mən sənin vasitəndən meyraz eləməliyəm. Və sənin vasitəndən özümü tanımalıyam ki, mən nə qədərəm, çəkim, tutubum nə qədərdir. Harada bilinir? Səbr eləsən, doğrususan, ləzzət alsan çətinlikdən. Yox, istiraba düşsən, hədis deyə bunlar hamısı, hədisi daha ərəbcəsini oxumuram, hədisi tərcüməsini oxuyuram. Deyir ki, əlamət budur. Xoşa gəlməz hadisə gəldi, qulaq asın. Əlamətlər, halsızlıq, narahatlıq, qəzəb, ibadətə şövqün azalmağı, münacat ləzzətinin azalmağı, bunların hamısı onu göstərir ki, sən bu hadisəyə səbr eləmirsən. Sakit deyən sonda belə. Hətta deyəsən, ged Allaha dua elə deyə, əsəbləşir o sözdə. Hansı vəziyyətdə halın xarab oldusa, bil ki, sən düz halda deyilsən. Muxbitlər kimlərdir ki, onları hadisələr acı ya şirin hamısı sevindirir. Acı hadisəyə də səbr eləyir, şirin hadisəyə də. Şirin hadisənin də səbri var. Niyə deyir, şad gününüzdə də qəbristana gedin, qəmli gününüzdə də? Çünki, bilirsiniz, bir dənə yaxşı hadisə olur, səbirlə gələcək ol, deyəsən ki, kişisən çox özündən çıxma. Yadınızdadır, mən həmmam xütbəsində demişdim, yersiz istənilən sevinç, yersiz, mütləq qəm gətirəcək. O ki, yersiz çox sevindin ha ki, bu qədər lazım deyildi, onda səbir odur ki, tənzimləyəsən gərək. Sevincimin mənbəyini aparıb yuxarı bağlayasan, sözün qısası. Hadisələr sənə ancaq zövq versin. Fərqi yoxdur, istədiyin hadisədir, istəmədiyin hadisədir. Və meyar budur, insan belə yaşamalıdır.